Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aidiyyatı fəaliyyət sahələrində islahat tədbirlərinin praktiki tətbiqi məsələlərinə həsr olunan müşavirə keçirilib. İclasda sosial təminat, tibbi sosial ekspertiza və reabilitasiya sahələrində görülən işlər müzakirə edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında duran əsas vəzifə il və güclənən sosial siyasətin yüksək səviyyədə icrası, əhaliyə xidmət sahələrinin müasirləşdirilməsi və şəffaflaşdırılmasını təmin etməkdir. Kollegiya iclasında çıxışında bunu deyən nazir Səlim Müslümov bildirdi ki, son illər bu istiqamətdə ciddi nəzarət tədbirləri həyata keçirilir. Fəaliyyətində nöqsanlara yol verənlərin ciddi şəkildə cəzalandırılması işləri görülür. Aparılan islahatların nəticəsi olaraq bu ilin 9 ayında yardım alanlar ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,7%, oktyabr ayında isə 4%-ə yaxın azalıb. Həmçinin bu ilin 10 ayında ötən ilin müvafiq dövrünə nisbətən ilkin 50 təyin olunan şəxslərin sayı 2,4 min nəfərdən çox, təkrar olaraq 50 qrupu təyin edilənlərin sayı 4 min nəfərə yaxın azalıb. Nazir bildirdi ki, ilkin olaraq sağlamlıq imkanları məhdud hesab edilən uşaqların sayında da 2,8 min nəfərədək azalma qeydə alınıb. Diqqətə çatdırıldı ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq hazırda bu sahələrdə hansısa neqativ hallara imkan verməyən müasir və şəffaf iş mexanizmlərinin qurulması üçün islahatlar aparılır. Ünvanlı dövlət sosial yardım sisteminin avtomatlaşdırılmış rejimdə fəaliyyəti üçün hazırlanan elektron infrastruktur aidiyyatı dövlət orqanlarının bu sayda müvafiq işləri başa çatdırmalarından dərhal sonra işə salınacaq. Eyni zamanda dövlət başçısının müvafiq fərmanına uyğun olaraq 50 təyinatı prosesinin də avtomatlaşdırılması işləri davam etdirilir. Müzakirələrin nəticələrinə uyğun olaraq fəaliyyətində neqativ hallara yol verən 2 tibbi sosial ekspert komissiyasının sədri və 2 Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru tutuqları vəzifədən azad olundu. Bundan başqa, vəzifələrin icrasında nöqsanlar aşkarlanan əməkdaşlarla bağlı inzibati tənbih tədbirlərinin görülməsi barədə qərarlar qəbul edildi. Tural Qurbanov, Emin Qəhrəmanzadə, xəbərlər.